Türkiyə deyəndə ağla ilk gələn yerlərdən biri şübhəsiz Kapadokyadır. Pəribacaları, yeraltı şəhərlər, qaya kilsələr və təbii ki hava şarları. Yaxşı, bəs bu şarlar heç bir cihaz olmadan sadəcə bir alovla necə yuxarı qalxır? Qısa və konkret cavab: Arximed qüvvəsinin təsiri ilə. Amma necə? Gəlin baxaq. Alov yandıqca şarın içindəki hava qızır və hərəkət enerjisi artan molekullar daha sürətli hərəkət etməyə başlayır. Bu səbəbdən onlar arasındakı məsafə genişlənir. Nəticə etibarilə şarın daxilində sıxlıq azalır və xaricdəki havanın sıxlığından daha az olur. Tam burada Arximed qüvvəsi söhbətə qoşulur. Həm maye, həm də qazlarda sıxlığı bu maye və qazların sıxlığından kiçik olan cisimlərə yuxarı istiqamətli təsir edən Arximed qüvvəsi həmin cisimlərin ağırlıq qüvvəsindən daha böyük olur. Ona görə də sıxlığı suyun sıxlığından kiçik olan cisimlər suda batmır. Sıxlığı havanın sıxlığından kiçik olan cisimlər isə havada uçur. Hava şarlarının uçma prinsipi də bax buna əsaslanır. Bəs helium şarları heç bir alov olmadan uçur. Bu necə baş verir? Çünki helium şarlarının alova ehtiyacı yoxdur. Helium onsuz da havadan daha yüngüldür və sıxlığı daha azdır. Bu səbəbdən buraxılan kimi avtomatik olaraq şar uçmağa başlayır.